Bismillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. 32-ci fəslin sualları. Əhl-i-Sünnə və cəmaata görə imanın tərifi nədir? Və bu fəsildə olan mühüm məsələləri zikr et. 33-cü fəsil evliyaların kəramətləri barəsindədir. Əhl-i-Sünnə və cəmaat evliyaların kəramətinə iman gətirirlər. Allahın evliyaları da mömin və müttəqi şəxslərdir. Necə ki, Allah subhanahu ta'ala buyurur, Ələ innə əvliyə Allahi lə xavfun aleyhim və ləhum yəhzənun, əlləzinə əmənu və kənu yəttəqun. Allah subhanahu ta'ala buyurur ki, şübhəsiz ki, Allahın evliyalarına heç bir qorxu yoxdur və onlar kədərlənməzlər. Onlar kimlərdir? Allah subhanahu ta'ala buyurur ki, onlar o şəxslərdir ki, iman gətirib və təqvalı olarlar. Hər müttəqi və mömin öz imanının və təqvası miqdarında Allah subhanahu ta'alanın vəlisidir, Allah subhanahu ta'alanın dostudur. Onların Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmaqlarının bərəkəti səbəbi ilə Allah onlara hörmət edərək əllərində qeyri-adi hadisələr ishar edir ki, bu hadisələr də kəramət adlanır. Hər vəliyə kəramət hasil olmur. Yalnız bəzilərinə kəramət hasil olur. Yəni, kəramət hasil olmağın bir neçə hikmətləri, bir neçə səbəbləri var. Onlardan birisi Allah subhanahu ta'alanın, yəni ola bilsin ki, öz quluna, əlində kəramat baş verən quluna hörmətidir. Allah subhanahu ta'ala ona təkrimidir. Və ola bilsin ki, öz dininin uca olması üçün, öz dininin zahir olması üçün, müşriklərin dininin alçaq olmasını göstərmək üçün qulunun əlində kəramət baş verir. Və ola bilsin ki, yəni qulunu iman üzərində sabit etmək üçün, imanını artırmaq üçün ona kəramət baş verir. Və ola bilsin ki, qulunun hansısa dünyavi ehtiyacını qarşılamaq üçün, yəni ruzi vermək kimi kəramət baş verir. Necə ki, Zəkəriyyə aleyhissalam Məryəm əleyhissalamın yanına girəndə meyvələr görərdi. Yəni, Allah o da deyir ki, bu hardandır? Deyir ki, Rəbbim tərəfindəndir. Yəni, Rəbbim Allah dilədiyini təmənnasız ruziləyər. Ona görə də, yəni, fikir verir ki, tabeinlərdə baş verən kəramət sahabələrdən çox idi. Yəni, nə üçün? Çünki sahabələrin imanı daha kamil idi. Onların kəramətə ehtiyacı yox idi. Çünki kəramətin səbəblərindən də biri odur ki, yəni qulunu dində sabit etmək üçün. Amma, yəni bu qeyri-adi şeylər, bu qeyri-adi hadisələr, facir, fasik insanların əllərində baş verərsə, o şəxslər ki, Rəblərini tanımırlar, Allahı tanımırlar, sünnə üzərində deyirlər, şirk, bidət içindədirlər, bu kəramət deyil. Bu yalnız ya fırıldaqdır onlardan, ya yalandır, ya fokusdur, ya sehirdir, ya fitnədir, ya da Allah tərəfindən bir istidracdır. Ona görə də bəzi sələflər deyirlər ki, İzə rəaytumur rəculə yəmşi aləl-mə'i və yatiru fil-həva fələ təxtərru həttə tə'ridu əmrəhu aləl-kitəbi və sünnə. Sələflərdən bəzilər deyir ki, əgər görsəniz ki, yəni bir kişi suyun üzərində gəzir və yaxud havada uçur, onun işini kitab və sünnəyə ərz etməmiş onunla aldanmayın. Yəni, baxın, görün, yəni bu əlində kəramət verən şəxs, kitab və sünnəyə tabi olan şəxsdirmi, əhl-i sünnədirmi, Allah subhanahu ta'ala dediyi kimi Allaha iman gətirib, Allahdan təqva olandır, Allahdan yəni qorxandırmı, təqvalı olandırmı? Əgər belədirsə, İnşallah ki, bu Allah tərəfindən kəramət ola bilər. Yox, əgər fasik, facir, insanları özünə ibadətə çağıran tağutların əlindən baş verirsə, bu nədir? Bu kəramət deyir, bu şeytanın hiləsidir, ya sehirdir, ya fırıllaqdır, ya yalandır, ya da ki, Allah tərəfindən istidracdır. Allah subhanahu ta'ala bizə eşitib faydalanlardan etsin. Vəssalamu aleykum və rahmetullahi və bərəkətuhu. İxlasla.com saytı tərəfindən təqdim olundu.